Mart ayının 8-i Ramazan ayının 8-ci günüdür. Martın 8-də imsak vaxtı saat 05:38, iftar vaxtı isə saat 18:54-dədir. Ramazan ayının 8-ci gününün imsak duası belədir. İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, cəmaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzil və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı. İftar duası isə belədir. İlahi, sənin üçün oruç tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.